Bir dostun cenazesi başında çıkış ellemekten çətin ağır bir iş yoktur. Sonuncu çıkışımızı, sonuncu sözümüzü, sonuncu görüşümüzü kururuq bugün bizim aziz dostumuzla. Çok xahiş edirəm, burada mikrofon yoktur. Mən də qəhərə boğula danışacağım deyən sakitliğe riayet olunsun ve dinleyək. Oğul var elden gedir, oğul var evden gedir. Məhəmməd elden geden oğullardan olduğuna göre onu adi mərasimlə təhcə ağlamaqla yola verə bilmərik. Bu qapıda tonlarla çörək kəsilir. Bu qapıda minlərlə məclislər qurulub, aşıqlar gəlinib, sazlar çalınıb. Məhəmməd sadə gedişlə gedə bilməz, mən üzülü bilirəm. Dindirmə məni, dindirmə. Dindirmə dildən olanı. Çiçək gül becərib, çiçəkdən güldən olanı. Bu el bizim, oba bizim. Yaşamağa gəlmir üzüm. Ağla gözüm, ağla gözüm. Obadan, elden olanı. Ömürdü, dünyadı, hədərdi. Ölümdü, ayrılıktı, kederdi. Bu vidadı mı, bu ayrılıktı mı, bu son görüştü mü? Bilmirəm, bilmirəm, lələ, bilmirəm. Heç nəyi bilmirəm. Bircə onu bilirəm ki, incə dərəsində ərşin sütunu çöktü. Bircə onu bilirəm ki, incə dərəsində cümlə dostlarım qalası, bürcü, hasarı çöktü. Bircə onu bilirəm ki, incə dərəsində səhərdimi, axşamdımı, gün mü çıxır, gün mü batır, axşamdımı, səhərdimi, bilmirəm. Əfəndim, bilmirəm, xocam, bilmirəm, bir dağa aşıb qalmışam, eşqə yanaşıb qalmışam, yollarda çaşıb qalmışam, ələməm, xaçam, hardasan, yüksəyim, ucam, hardasan, ömür günahıma hörmədim, əfəndim, xocam, hardasan, bu nə gəliş, bu nə yeriş. Gülə can verən arıydın, yəni sevdalar sarıydın. Ölüm heç nədir, ölüm heç nədir, ayrılıq yamandır, ay gedən əylən, amandır, amandır, ay gedən əylən, amandır, ay gedən əylən. Cümlə dostlarını sən elə belə bıraxmaz, Məhəmməd adın nə gözəldir Məhəmməd. Günün nə gözəldir Məhəmməd, yollar bu qədər maçıq olur, ölüm bu qədər uça olur, yollarda quşu kimi gəlmişim, mən Gəncədən bura nətər çatmışam, mən Gəncədən bura nətər çatmışam, bilmirəm bu havadan qabaq çatmışam. Ölümün nə ucadır Məhəmməd, ölüm sənə yaraşmır, yaraşmır, əsla yaraşmır qardaş. Bura cümlə dostların gəlib çıxışlar onlara verəcəm. Onlar danışsın. Mənim bu son çıxışım, son sözlərim, sənə olan bu son ismarıcım, əl çata bilməyən, gəlib yetə bilməyən, qürbətdə zarı ağlayan, gümüldəyən, hönkür ağlayan dostların adından olsun son çıxışımız sənə. Hardasan dünyanın halal adamı? Var mısan, yok musan? Səsimizə səs ver. Səndən o tərəfə mən tükənirəm, məndən bu tərəfə. İbrahim İlyas'da hardasan? Hardasan, gel nəfəs ver İbrahim İlyas'da, gel nəfəs ver. Biraz hündürdən danışma olar. Ay möhteşem izdiham, ay elimizin obamızın insanları. Adamlar var ki onları içinden karışık, kimdense müqayisə eləmək olur, tay tutmaq olur. Oğullardan 5 olur, 15 olur.
Məhəmməd həmişə məxi deyirdi. İndi büyür ancaq öz adıyla çağırır. Məhəmməd heç kimlə müqayisə olmayan bir oğuldur. Məhəmməd sədaqət simvoluydu. Məhəmməd dostluqda müqayisəsiz oğluydu. El oba üçün yanan oğluydu. Biz bugün sıradan bir adam yok. Bir ozanı uğurluyuruq son mənzilinə. Onsuz da hamının yeri oradır. Genç tez herkes gedib o yerini tutacaq, olacaqdır. Ama bakır kim ne tercih edir. Kim hansı yüklə gedir. Kim hansı məhəbbətlə gedir. Bu boyda izdimamın məhəbbətini kazanan. Cəmaatın çox hələ yollarda da oradan bəri çatdırıb gələ bilmirlər. Xeyli cəmaatımız da hələ heç gəlib bura çata bilməyib. Yollardadır. Bu məhəbbətinizi göstərdiyinizə görə sağ olun. Çünki Məhəmməd bundan da böyük məhəbbətə layiq bir ömür yaşadı. Ləyaqətli ömür yaşadı. Mən hesab eləyirəm ki, o heç vaxt unutmayacaq. Aşklarımızın sazlarında, şairlərimizin qələmlərində, insanlarımızın məhəbbətinlə hər zaman xatırlanacaqdır. Hər zaman yaddaşlarımızda olacaqdır. Doğmalarına, o cümlədən bütün cəmaatımıza Allah'dan səbir diləyirəm. Çünki səbirdən başqa çarəmiz yoxdur. Məqamın behişt olsun əziz qardaşım. Hamı deyir ki, hakkınızı halal elə. İndi biz senden halallıq isteyirik. Senin daha çok hakkın var idi. Her birimizde daha çok hizmet gösterin. Biz senden halallıq isteyirik. Sen bize hakkımızı halal elə. Məqamın behişt olsun. Ozanıydın mı, aşıqdın mı, pozanıydın mı? Ay Məhəmməd. Ay Məhəmməd. Hakkını halal isteyirik. Ay Məhəmməd. Maşıncıydın, qatarçıydın, hər kimiydin, ay gedən. Ay geden eğlen, ay geden eğlen, eğlen ay geden eğlen. Mübariz Karagöz. Əziz cəmaət, dostlar çıxış elədilər. Şeyin bir ana, həmişəki kimi bir ana laylası, bir bacı laylası, ağısı bizi o qədər yandırdı. Məncə kifayət qədər bəs elədi. Dostlar var olsunlar, sağ olsunlar. Mən də həmişə can məxi, canım məxi deyə müraciət eləmişəm. Çünki mən bu can sözünü elə onun özündən öyrənmişim. Nə vaxt onun adını çəkərdin, ay məxi dərin dərdi, hay can. Mən bax bu izdiham, bu insanların bax bu, mən İbrahim İlyaslı dedi, hələ nə qədərləri yoldadılar, dostlar hələ gəlib çatmayıblar. Bu məxinin yaraşığıdır. Məxi haqqında o qədər demək olar ki, nə bilim, valla mən bir söz tapıb deyə bilmirəm yəni. Mən biz onu deyə bilirəm ki, məxi digərləri kimi kiməsə bir ev, imarət, nəsə bəxş eləmədi, bağışlamadı. O, insanlara, bizlərə yalnız və yalnız mənəviyyat, ruhən şəffaflıq bağışladı, bir insanlıq bağışladı, bir etibar, dostluqda, yoldaşlıqda etibar bağışladı. Məxi həm də bu evin, ocağın Səməd kişidən sonra, Səməd dayıdan sonra ikinci atası idi yəni. Və nə deyim valla, bu cür insanları, bu cür dostları itirmək çox ağır olur. Söz də tapıb deyə bilmirəm. Eləcə onu deyə bilirəm ki, yerin bir heç olsun qardaş. Səni köksümə son dəfə sıxıram və səni həyatım boyu unutmaq yəni mənə böyük günahlardan böyük olar. Yerin bir heç olsun cənnətli Günlərdin olur. karvanı gedir, arkasınca el yeriyir, el yeriyir. Bu yollar, bu izler, bu kent, bu izdiham həmişə olduğu kimi sənin qapını, bacağını tutmur, ay Məhəmməd. Oyan özün yola salıb qonaqların, ay Məhəmməd. En yakın dostum, ne var Mətin? Çiçek oğlum bir kelime diyeceğim, bir isteyeceğim. Size de onsuz da söz vereceğim. Körelmişsiniz değil. Ben Məxinin dost etibarına qurbanam. Sağ ol. Belki de ağamalıyla çok oturup durmuyor, ben onu diyebilmem. Ancak ağamalının bütün tedbirlerinde, bütün melekelerinde, bütün gelen konakların hamısı onun ocağına gelip, onun ocağında çalıp okuyup, onun ocağında yad edip. Ben o kadar minnettarım onun o istikamına, koyuncağına, o güzel senetkarlığına, bakın bu izdihama bakın, bu kentte cavan da, alim de, o kadar sene ilişki sahipleri ölüp,
Ama ben böyle bir izdiham görmemişim. Onun xasiyyətiyle, özünün o əməlləriyle, sənətkarlığıyla, böyük yüreğiyle kazanıp. Ben onu axırıncı dəfə, ay Çiçək xanım, Lusiya xanımın gönlü yerində, bütün o kişilerin içinde bu insan gelip benim saçımdan öpür, benim boynumu kucaklayır, ben o kadar ona boğuşum. Yerin cennet mekanı olsun, ay Məhəmməd adına kurban olum, ay Məhəmməd. Allah razı olsun. Hamınıza teşekkür ederim. Burada da defalarla iftar eləmişik. Bu aşağıda da, çöldə də, yuxarıda da. Yolda mən şəxsən görəndə bu salahlıya gedir. Tutalım mən qaymaqlıya gedirəm. Çörlük mən qaymaqlıya aparırdı. Yəni nəyə görə? Dinə hörmət olaraq ki, sən kəndin ağsaqqalısan. Halbuki o məndən bir 10 yaşda böyükdür. Allah rəhmət eləsin. Yəni düzdür, aşığı, sazı sevən biri idi. Dini də sevən biri idi. Bu kənd 200 ildir Hacı Mahmud Əfəndinin kəndidir. Veysel Qaraninin kəndidir. Bir dənə xahiş edirəm, bu cənazada saç salmaq düzgün bir şey deyil. Yəni, bütün Respublikada da yaxşı səslənmir, əmələ gəlmir. Ona görə o məsələ düzgün bir iş deyil. Yəni, birinci saç sevib demək, onun cənazəsində saz çalmaq lazımdır. Yəni, bəvəyək də birinci gələcəkdə zurna çalmağı xoşdur, onun cənazəsində zurna mı çalırlar? Belədir ya, dostları, bax, aşıq dostları, şair dostları inşallah, aşıq dostları, şair dostları bir müddət sonra, ili çıxandan sonra yığışsınlar, ona bir yaradıcılıq keçirsinlər, orada da saz desin, salsınlar, şeir desinlər. Amma ölü yerlərində bunu eləmək düzgün bir hal deyil. Allah rəhmət eləsin, məkanı cənnət olsun, haqqınızı halal eləyin. Çox dəyərli bir qardaş idi. Rəvay Mətin. Qoyun dostları ürək sözünü desin heç olmasa. Bak kalk salay saldırı. İki sazır bana. İki sazır. Bakın kim olmağını, Çal. bakın kim olmağını bugünkü izdiham gösterir. Bakın cəmiyyətdə tutduğu mövqeyi, tutduğu yeri o bugünkü izdiham o yaxşı sübutudur, isbatıdır. Həmişə bir qonaqla gələndə Məxi deyib gəlmişik. Məxi burada hər şeyi sahmana salıb. Mən inanıram ki, Məxi ölmür. Məxi getdi oraları sahmana salmağa. Bizə hazırlamağa. Çıxış eləmək istəyən, söz demək istəyən, uzaqda olan, uzaqdan gələn dostları xahiş edirəm. Yaxına gəlin. Kardeşler, ben indi bildim ki dost yanğısı ne demektir. Ben bu ikinci defa bu halı bu hissi getiriyorum. Bir defa Akif Səməd dünyasını değişende bir de indi. Elə bir sənətkar, elə bir şair aşıq yok ki Məxinin ocağının başında duz çörək kəsməsin. O həmişə başımızı uca, dilimizi uzun eləyibdi. Allah bu dünyasını kazandı, Allah o dünyasını versin. Allah rahmet eylesin. Aziz İzzət arası. Bugün benim için Sen bana söz demek istiyorsun. Yok değil ki, xahiş ederim bir tane sağ. Bu çalışır bizim bizden, Kazağımızdan, Azerbaycanımızdan bir güzel dostum gitti. Həqiqətən də mənim həyatımda Məhəmmədlər ən doğmalarım, atamın adı, nəvəmin adı və dostumun adı Məhəmməd. Mən də hərdən onların nəvəsi kimi bu fani dünyada öz həyatımı sürürəm. Və bir dost ilə qarşılaşmışam. Mənim üçün ağırdır. Mən anasına, atasına baş sağlığı verməklə bütün eli obanın başı sağ olsun deyirəm. İnşallah ki, məkanı cənnət olar. Çünki bu dünyada xeyir əməllərlə tanınır mənim dostum. Əziz dostum, rahat uyur. Mən çox xahiş edirəm. Bu sonuncu görüşüdür. Nə olar bunu tələsdirməyin. Qoyun ürək sözlərini dostları desin. Həmid Ormanlı. Həmid Ormanlı yaxına gəl. Səməd baba səni istəyir. Həmid Ormanlı irəli gəl. İrəli gedir, aferin. İrəli gəlin. Elnur Aslanbəyli, Babəy Məmmədli irəli gəlin. İrəli gəlin, kənarda durmayın. Bu kişinin gözü sizi axtarır. Bu kədar təhsil incə dərəsinin deyil.
Bu kədər, bu hüzün təkcə Qazaq mahalının deyil, cümlə Azərbaycanın kədərdir. Cümlə eldən gedir, cümlə obadan gedir, sazdan gedir, sözdən gedir, dindən gedir, imandan gedir. İmandan gedirsən, ay məxi, imandan gedirsən, ay məxi. Ən qormamın olar, dinən, ürək sözü, deyirəm çəkilir. En yaxşı sözü bak bu cahamat buraya yığılan cahamat deyir. En yaxşı sözü ömrü belə yaşayarlar. Allah o dünyasını nur içində nura qərq eyləsin. Hamının üstünde o şey var, hakkı var, hamının yanında hürmeti var. Məxi elə bil canımızdan can gedir. Allah o dünyasını nura qərq eyləsin. Gələnlərin yağı var olsun, elşən olsun. Ocağı sönməsin. Allah balalarını mümtəq eyləsin. Bu ev həmişə xeyir işlərlə tanınıbdır. Həmişə gözəl günlərlə tanınıbdır. Çox vaxtsız hamımızı yəni belə sözə acizəm mən söz deməyə nə deyim. Cahamat en güzel sözü bak bu el oba verir ki bak bu boyta millet Yollar yığılıbdır. izlər doludur. Nəsimi deyirdi, gedən cismi də həmi dormanlar. Məhəmməd Məxi öldü deməyin dostlar. Yatmağa gedir, ancaq yatmağa gedir. Çingiz Eyübov. Bu ev, bu ocaq mənə doğmadı. Mən Tərifləmirəm. Özəl kesmir, özəl gedir. bu dərənin bizə məxsi var idi. Xeyrə şərə yarayan, əl tutan, adamları kömək eləyən. Mənə həmişə Çingiz qağa deyildi. Get qardaş, yolun uğurlu olsun. Elnur Aslanbəyli. Elnur Aslanbəyli sıradan bir oğul değildi. Məhəmmədin bugünkü mərasimi, ayrılıq vida mərasimi təkcə hamı kimi qadınların ağlamağınla olası mümkün olan bir şey değil. Onun mərasimi bax belə həmişə özünün qurduğu çağırır kimi mərasimi də belə yüksək səviyyədə uca olmalıdır. Buyurun. Aziz İncəllər, əziz el oğullar. O sözün bitdiyi yer deyirlər. Biz əslində sözün bitdiyi yer deyir. Vallahi mən nə deyəcəyimi bilmirəm. Biz bu qapıya gözəl işlərə gəlmişik. Xeyir işlərə gəlmişik. Bu qapı həmişə bizim üzümüzə açıq olur. Amma heç vaxt ağlımıza gəlməzdi. Biz bu qapıya bu işə gələk. Həmid yaxşı bir söz dedi. Dedi əslində Məhəmməd haqqında sözü bu yol değil. Biz yol boyu gördük. Bu incə dərəsini Məhəmməd torpağa qarışmaqla biraz daha doğmalaşdıracaq. Biraz daha müqəddəsləşdirəcək. Mən əsirəm. Söz demək istəyən var mı? Nə baba gel. Gəlin. Çox ağırdır. Axırıncı görüşüdür. İncə dərəmizin mərd oğlu, Təhranın oğlu dedik. Həmişə hamımızın hazır olub huzurumuzda. Demişəm, məxi Bakı etmək lazımdır. Bizə də deyib, haycan, gedəcək, problem yox. Həmişə əziyyətimizi çək. Doğrudan da bu itki hamımızın itkimizdir. Hamımızın bura yemək yerimiz idi. Bütün aşıqlar və şairlərin, deyə bilərəm, Mədət Məhbub Xəlili, sonra Maksud Fəryadi, kimlər gəlməyib ki bu həyata? İçi də mən qarışıqlı. Nazim Əfəndi də burada olur. Xəqani Qayıplı, bəli. Doğrudan da bu itki hamımızın itkimizdir. Ay incə dərəmiz. Bu kənddən, bu eldən, obadan getmir. Bu bütün incə dərəsinin gözəl insanı. Qazaq mahalından cümlə. Bu dünyadan qazandığım elə dərd oldu. Yarımadım bəxtiyəm, oradan talih sərt oldu. Məhəmməd, nə ağla nəzarı düşər sənin də düzərin. Dünya namərdlər bazarı, gedən mərd oldu. Məxə, Allah yerini behişt eləsin. Sən bizim ürəyimiz idiniz. Düyündən bizim yaşamağımıza da vallahi mən deyərəm ki,
Ben xəstə oldum, mənim yanımdan aralanmadı. Hər dəqiqə bir dördüm gəlir. Canınız sağ olsun, ay elimiz obamız var. Yar yanıq ömür yeri, qəbir yeri, 5-10 qarış qəbir yeri, dünya bu imiş deməli. Başı saxlamağa verdi, göz ağlamağa verdi, bu sinemizi, bu çəkisimizi dağlamağa verdi. Dünya bu imiş deməli. Anan ölsün gidi dünya, hayt bizim göz yaşımıza. Sen ki gülüş dünya sanmış, sen ki gülüş dünya sanmış. Ben bilmirəm söz demək, çıxış eləmək istəyən var mı? Bütün gelen insanların, cümle Azerbaycan'ın her yerinden bu mekana toplaşan bütün insanların adından danışa bilmeyen, üreği dolan, ağlaya bilmeyen, gözyaşını içine akıdan herkesin adından anasına, atasına, ailesine, evlatlarına, kardeşine, bütün İncedere'mize başsağlığı verir, başını sağ olsun deyirik. Yeri cennet olsun. Görnek konakları. Kesin sonunda ne baba? Konakları gel. En yakın dostu, sir yoldaşı, Osman'la Məxi kardeş. Biz birbirinden ayırmamışık bu Eldoba'da. Her ikisini koşa tağ görmüşük. Dediyinizin hamısı düzdə sizə. Ben yine diyorum İncedere'sinin Bürcü, karası uçtu. Her şey yerin göğün, direği uçtu. Sözleriniz yadigar sağlayacağım. Vay dayı. Akırıncı da beşi diyor. Vay dayı. Dünyamı özümlə aparıb gedər. Qalmadı cismində can, əylən. Can Osman, can. Yürüyüb tərpənmir dilim, işarət eylədim qan, əylən. Gəlib təb verəcəksən Osman, sənə nə zaman? Tökülür üstümə dağların daşı, kür araza dönüb gözümün yaşı. Çal çarpaz yaradı bağrımın başı. Quruyub damarda qan, əylən. Ay gəldi, vay. Eşinizde vay dayı. Karnınızı tuttuk aynen. Yandım salam aynar. Harika sağlayacak. Geceler gelmedi. Allah rahmet eylesin. Kaldırın da Gel cana bari. Hanik babasının kardeşi var. Gel. Gelin Mehmet diye Mehmet eşitliğe kardeşi de kardeş diyor. Gel ay Mehmet.